uşaqlar günüdür. Bütün uşaqları, körpələri təbrik edirik. Allah bütün şəhidlərimizin məkanı cənnət eləsin, məqamları uca olsun, məkanları cənnət olsun. Bizim körpələrimizə, övladlarımıza gələcəkdə firavan yaşaması üçün qəhrəman igid oğullarımız canlarını fəda etdilər. O oğullardan bugün ikisinin valideyni bizim yanımızdadır. Hər iki oğul Azərbaycan Respublikasının ərazi bütövlüyünə, suverenliyinə canlarını fəda etdilər. Qəhrəman oğullar can verdilər yurdu yaşatmaq üçün və körpə balaların gələcəkdə firavan yaşaması üçün canlarını fəda etdilər. Bugün mənim yanımda, daha doğrusu biz Zamin Abbasovun anası Sevda ananın qonağıyıq və özümüzə borc bildik ki, bugün Zamin Rəhmovun anası ilə birlikdə Sevda ananın yanına gələk. Və mənim Sevda anaya kiçik də olsa, yəni Zaminin əmanətinə bizim Turan balamıza bir hədiyyəm var. Bugün Turanın günüdür. Bugün igid qəhrəman oğlunun əmanəti olan Turan balamızın bayramı mübarək olsun deyirəm. Turan anası ilə bugün gəzintidədir, uşaqlar gününü qeyd etməyə gedir. Ona görə də mən istədim ki, elə bax bu Turan haqqında və digər bizim gül balalarımızın təbriklərin yer aldığı jurnalımızı Sevda anaya hədiyyə edeyim. Buyurun Sevda ana. Onu da qeyd edim ki, dəyərli izləyicilərimiz, jurnalımızın adı Uğur Yolu jurnalıdır. Uğur Yolu jurnalımız Ramil Rəhimovun xatirəsinə həsr olunub, onun adını daşıyır. Və Ramilin də gül balalarına, Dənizlə Yağmura, bu mənim hədiyyəmdir. Həm Sevda ananın nəvəsi Turan balamıza, həm Gülhava ananın nəvələrinə Raziyə Kamil qızı tərəfindən hədiyyədir. Gülhava ana bu da o körpə vidanların hədiyyəsi. Çox sağ olun Raziyə xanım, təşəkkür edirik. Nəsil kanallarına və sizə böyük təşəkkür edirik. Biz oğullarımızı yaşadırsınız, hər zaman bizim yanımızdasınız. Onlardan qalan əmanətləri də bugün siz öz qələminizə almışsınız. Çox təşəkkür edirik. Mən də Gülhava xanımın sözünə qoşuluram. Siz antiterrordan mən sizi tanımaya başlamışam. Yəni elə bir tədbir olmuyor ki, siz bizim yanımızda olmayasınız və bizim uşaqların qəhrəmanlıqlarını qələmə almıyorsunuz. Allah sizdən razı olsun. Allah sizə zehin açıqlığı versin. Ki siz də yaşadasınız, biz analar heç olmasa balaca da olsa ondan sizədə Allah. Allah igid qəhrəman oğullarımızın məkanını cənnət eləsin, məqamları uca olsun. Bax, bu jurnalımızda həm antiterror əməliyyatları zamanı şəhidlik zirvəsindən ucalan Həmidli Mikayılın övladında bayram təbrikimiz var və kəşfiyyatçı Hüseyin Tağıyevin də övladı Nazlı balamıza orada bizim təbriklərimiz var. İnşallah onların da ünvanlarını çatdıracağıq. Bayramınız mübarək olsun, əziz balalar.